Əli ibn Məhsiyər İmam Cavada əleyhissalam dedi, sənə fəda olum, İmam Rızanın əleyhissalam ziyarəti fəzilətlidir, yoxsa İmam Hüseynin əleyhissalam buyurdu. Atamın ziyarəti daha fəzilətlidir. Ona görə ki, İmam Hüseyni əleyhissalam hamı, atamı, İmam Rızanı isə yalnız xas şiyələrimiz ziyarət edir. Kamilus Ziyarat, səhifə 552, hədis 11, 796. Əhməd ibn Muhammed bizə Əli ibn Seyfdən, o da atası Seyfdən, o da xurma taciri Ömər və ya Əmr ibn Yeziddən nəql edir. İmam Əbu Abdullah Sadiqdən uca Allahın. Kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. İbrahim 24 ayəsi barədə soruşdum. Buyurdu. Allaha and olsun ki, Peyğəmbər onun gövdəsi, Əmr-əl-Möminin qolu, onların nəslindən olan imamlar budaqları, imamların elmi, ağacın bəhrəsi, mömin ardıcıllarımız isə yarpaqlarıdır. Ey Əbu Cəfər, burada bir artıqlıq görürsənmi? Dedim, sənə fəda olum, Allaha and olsun ki, xeyr. İmam buyurdu, Allaha and olsun, mömin doğulduqda qeyb elmində olan bir tək ağacda bir yarpaq açar, dünyadan köçdükdə isə bir yarpaq düşər. Bəsairud, dərəcat fi fəzaili hədis. 4 səhifə 94. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə düşünüb ibrət alsınlar. İbrahim 25. İmam Sadiq əleyhissalam belə buyurub. Əgər bizdən bir nəfər sizə gəlib qiyam etməkdə ona yardım etməyi istəyərsə, baxın, görün nəyə görə qiyam edirsiniz. Deməyin ki, Zeyd də qiyam etmişdi. Zeyd alim və doğru danışan idi. O, sizi özünə dəvət etmədi. O, sizi Ali Muhammedin razılığına tərəf dəvət etdi. Əgər qələbə çalsaydı, şübhəsiz ki, sizə vəd verdiyi şeyə vəfa edəcəkdi. O, çoxlu ordusu olan bir hakimi məhv etmək üçün qiyam etmişdi. Amma görəsən, bugün bizdən olan qiyamçı sizi nəyə səsləyir? Ali Muhammedin razılığına. Biz sizə şəhadət verib deyirik ki, biz ondan razı deyilik və bugün o, bizə itaatsizlik edir. Əl-Kafi, cild 8, səhifə 264, hədis 381.